Salam, hörmətli izləyicilər. Vətəndaşlar sual verir ki, mənim kredit borcum var idi. Bu yandan da məhkəmə qərar çıxarıb ki, aliment ödəməyəm. Mən nə edim, ikisini də ödəyə bilmirəm. Və yaxud sual verirlər ki, mən kredit götürmək istəyən sosial yardım alıram, götürə bilərəmmi? Və yaxud kredit götürmüşəm, sosial yardım ala bilərəmmi? Eyni zamanda sual verirlər ki, alimentə görə və kreditə görə mənim əmlakım müsadə oluna bilərmi? Bundan əlavə sual verirlər ki, birinci qrupayı və alimentdən azaddır mı? İnsanlarda belə fikir yaranıb ki, əlvi olan şəxslər görə ki, aliment ödəmədən azaddır. Bütün bunlara mən hüquqşünaslar olsaydı cavab verəcəm, digər suallara cavab verəcəm. Hər kiməsə maraqlısa videonu sonuna qədər izləsin. Eyni zamanda xahiş edirəm ki, videonu bəyənin, vətəndaşlar bilsinlər öz hüquqlarını. Və onu da əlavə məlumat kimi bilirəm ki, fərdi qaydada məsləhət alması mənim telefonuma videonun izahı yerində qeyd olunub YouTube kanalında. Eyni zamanda YouTube kanalında short bölməsində istənilən videonun üzərində var. Əgər saxı bilirsiniz, kimin nə sualı varsa WhatsApp-a səsini göndərsin. Və beləni keçən mövzuya, hörmətli izləyicilər, nə etmək lazımdır? Birinci onu qeyd edin ki, həm hüquqşünas kimi, həm əlvi olan şəxs kimi, yəni əlvi arabasında olan şəxs kimi, eyni zamanda əlvi təşkilatın rəhbəri kimi birinci qrupa əlvi aliment ödəmədən azaddır. Amma burada bir incəlik məqamı var. Qanunverici deyir ki, birinci qrupa əlvi də aliment ödəməlidir. Eyni zamanda deyir ki, birinci qrupa əlvi və yaxud arvad boşanıbsa, yəni bir-birinə baxmağa borcludur, yəni aliment ödəməlidir. Yəni belə deyək, məsəl üçün, xanım əlindən boşanıbsa, əgər birinci qrupalıdırsa, ona aliment ödəməlidir. Amma burada bir məsələ var. Məhkəmə nəzərə alacaq ki, daha çox kimin vəziyyəti ağırdır. Ola bilsin, uşaq balaca olsun, 2 yaşı, 3 yaşı olsun, ana işləyə bilməsin, ata pensiya alsın. O halda məhkəmə üstünlük verir, yəni belə deyək də, uşağın mənafini götürərək, yəni ki, əldən deyir ki, pensiyadan aliment ödə. O halda və yaxud müavinətdən nəzərə alın. Yəni ki, belə deyək, o müftü ki, deyir ki, birinci qrupalı və aliment ödəyəcək. Amma bir halda, bir daha qeyd edəyəm. Əgər ananın vəziyyəti ağırdısa, işləmirsə, o halda ata ödəməlidir, yəni alimenti. Əgər yox, ana işləyirsə, ata pensiyanı dolanırsa, məsəl üçün, o halda mütləq qaydada aliment dayanır, ataya aliment ödənir. O məsələni nəzərə almaq lazımdır. İncə məqamlardan biri odur, hörmətli izləyicilər. Yəni ki, əsas məsələ, yəni hər iki tərəfin maliyyə vəziyyəti nəzərə alın. Ola bilsin, ana birinci qrupalı olsun, ata baxmağa məcbur olsun. Məhkəmə qərar versin ki, uşaqlar ataya versin. Buna baxmayaraq ki, o halda da anaya pul verməyə borcludur. Yəni, incə məqamlar var. Onu nəzərə almaq lazımdır, hörmətli izləyicilər. Yəni ki, bir dəfə alimentdən azad olmaq söhbəti yoxdur. Sosial yardım alan şəxslərə demək istəyən ki, qanunvericidə kreditin götürməsinə məhdudiyyət yoxdur, amma bir incəyi var. Son 12 ayda əgər siz özünüzə əvvəl nəsə almışsınızsa, həmin aldığınız vəsait belə deyək, nəsə almışsınızsa, onun məbləği belə deyək, 3420 manatdan yuxarı olmamalıdır. Olduğu halda, yəni belə deyək, o halda sosial yardım dayanacaq. Ona görə ki, onun hesab edirlər minimum ehtiyac meyarının 12 misli qədər. Yəni 285 manatın 12 misli qədər. 12 mislinin artıq olursa, o halda yəni gələk komissiya baxır və rəy verir ki, sosial yardım düşmür. Nəzərə alın. Elə bir məsələni. Əgər yox, nəsə almışsa 3420 manatdan aşağıdırsa qiyməti narahat olmağa dəyməz. Narahat olmayın. Və keçirəm alimentlə bağlı məsələyə, kreditlə bağlı məsələyə. Kreditlə bağlı o halda əmlakı sata bilər ki, könüllü qaydada, yəni siz əmlakınızı görüb qoymuşsunuz və ya həmin əmlakdan bir neçə dənə var. Məsəl üçün ev varsa, iki dənə varsa, o halda sata bilər. Vətəndaşın belə deyək də, yeganə yaşayış yeri sata bilməz. Qanundan qadağandır. Onu nəzərə alın. Eyni zamanda alimentlə bağlı da həmin məsələdir.
Yani Ahmet borcu yanılsa Ahmet satabilir ama ki yaşayış yeri yani satabilmez. Yegane yaşayış yeridirsə. Digər halda borc yığılsa bəyim məhkəməyə qarşı tərəf ərizə yazar ki, məsəl üçün 5000 borcunu yığıb əməkçiyə yönəldirsin. Maşına yönəldə bilər, evə yönəldə bilər, başqa əməkçiyə yönəldə bilər, nəzər hörmətli izləyicilər. Mümkündür. Bir daha qeyd edirəm ki, birinci qrupa əvvəl Ahmet ödəmə məsələsinin mübahisəlidir, amma bir mənalı şəkildə Ahmetdən azaddır. Onu da bilin. Onu da qeyd edin ki, Ahmet təyin olduğundan sonra Ahmet ödən şəxsin əmək haqqında dəyişikliyi varsa, azadlama varsa və yaxud təcriddən evlənibsə, yenidən dünyaya uşaq gəlibsə, o halda Ahmetin azadlamasından bağlı məhkəməyə müraciət edə bilər. Orada da problem yoxdur. Nəzərəm. Tutaq ki, məsəl üçün deyək, indi hal-hazırda minimum ehtiyacı müraciət uşaqların yaşayış minimumunu deyək də 246 manatdır. Ahmet onun hesabına. Tutaq ki, 2 uşaq oldu. Bu hardasa 492 manat. 492 manat məhkəmə təyin edibsə, vətəndaş o vaxtı belə götürəydə, məsəl üçün 600-700 manat maaş alırsa, o halda problem yox idi. Əgər yox, dünyaya uşaq gəlibsə, o halda da azadlanmalıdır. Eyni zamanda, belə deyəyəm, əmək haqqında dəyişikliyi varsa, məsəl üçün belə götürəydə, 500 manat maaş alırsa, 400 manat maaş alırsa, mütləq qədər dəyişilməlidir. Nəzərə alın. Hörmətli izləyicilər, vacib bir məsələdən biridir. Eyni zamanda qarşı tərəf iddia verib sabit məbləğdə Ahmet tələb edibsə, sonradan fikrini dəyişib, yəni gəlirlərdən faiz qismində Ahmetin tutulmasını tələb edə bilər. Əmək haqqından olsun, pensiyadan olsun, müəyyənətdən olsun, yəni necə sərf edirsə, nəzərə alın. Bu da mümkündür. Artırılması da hər zaman mümkündür. Azaldılması da. Çünki deyir ki, azaldılması mümkündür. O düzgün söhbətdir. Hər zaman azaldılması mümkündür. Amma gəlirlərə uyğun olmaq şərtinə. Yəni ki, adam belə deyək də 1500 manat maaş alır, gəlib deyir ki, mən gəlirlərim yoxdur. O mümkün olan şeydir. Məhkəmə araşdırır, baxır, ondan sonra qərar qəbul edir. Yəni ki, dediyin kimi doğrudan da məsəl üçün 400-500 manat belə deyək, əmək qarşısızsa o halda mütləq qaydada azaldılması məhkəmə tərəfindən mümkündür. Nəzərə alın, hörmətli izləyicilər. Bir daha qeyd edən ki, ətraflı hüquqi məsləhət almaq üçün mənim telefonuma videonun izah yerində YouTube kanalını qeyd olunub. Eyni zamanda YouTube kanalı şutulmasını istənilən videonun üzərində var. YouTube kanalına abunə olan şəxslər üçün telefonun hüquqi məsləhətin verilməsi 10 manatdır. Bundan əlavə ərizələri yazıb e-mail, WhatsApp ünvanına göndərəm. Buyurun, müraciət edin. Bir daha xatırladan ki, kimin sualı varsa səslə WhatsApp-a göndərsin. WhatsApp-a göndərin ki, mən suala cavab verə bilim. Hörmətli izləyicilər. Bir də görsə başqa yerdə olan telefon götürə bilməyəm və yaxud da yazısız oxuya bilməyəm vaxtım olmur. Ona görə səslə göndərin ki, oxuyub sizin suala cavab verim. Daha düzgün səsə qulaq asın. Diqqətinizə görə çox sağ olun, abunə olmağı unutmayın. Sağ olun.